getməmişdən öncə əvvəlki illərdə düşmüş imtahan suallarını işləməkdə böyük fayda var. Bugün 2024-cü ildə 9-cu sinifə düşmüş imtahan suallarına baxaq. 7-ci sualda passive voice istəyir bizdən. Feilimiz bought, keçmiş zamandır. Tamamlığımız a lot of flowers, yəni a lot of flowers ilə başlamalıyıq və variantımızda were olmalıdır. A bəndində bought'un yanında were yoxdur. B-də is indiki zamanda səhvdir. C-də yenə is indiki zamanda səhvdir. D variantı düzdür. Y-də isə has ola bilməz. Çünki variantımızda has yoxdur. To think that something is true or possible, nəyinsə doğru və yaxud da mümkün olduğunu düşünmək, yəni inanmaq, believe. Preposition classdırsa in the class deyəcəyik. Interrogative sual cümləsi istəyirsə, cümlə quruluşumuz olur sual əvəzliyi, köməkçi feil, mübtəda, xəbər. Yəni A bəndində what sual əvəzliyi isə özündən sonra were gəlməli idi. Yəni were whatdan sonra olmalı idi, səhvdir. B-də də yenə why sual əvəzliyindən sonra were gəlməli idi, səhvdir. C variantı düzdür. D-də were asking köməkçi feil və əsas feil yanaşı gələ bilməz sual cümləsində. Y-də də yenə həmənki kimi were köməkçi, ask əsas, bunlar yanaşı gələ bilməz. 11-ci sualda modal feil istəyir. Baxaq, burada to varsa, made səhvdir, can səhvdir, must səhvdir. Çünki bunlar to-suz işlənənlərdir. C-də də həbə not birləşə bilməz. Doğru cavab A. 12-də if you və sentə sözünə baxmalıyam. If you varsa sentə cəmlənməli idi. 2-də a little information sayılmayan tək doğrudur a little'dan sonra. 3-də many-yə və shopsa baxıram. Many-dən sonra cəm isim düzdür. 4-də maça və fields'a baxmalıyam. Maçdan sonra isə cəm isim gələ bilməz, səhvdir. 2-3 A. 13-cü sualda tərcümə eləyək, çünki bağlayıcıdır. Tom is very upset. Tom çox kədərlidir. He has broken his mom's favorite vase. Anasının sevimli vazasını sındırıb. Çünki sındırıb C variantı because. 14 regular fail, yəni eddə olanları istəyir. Returned, entered, danced. 4, 5, 6. Zamanda 15-ci sualda burada baxıram ki, found keçmiş zamanda, deməli digər tərəfimdə keçmiş olmalıdır. A indiki, C-də have indiki, D-də are indiki. Ya B-də ya da Y-də. Burada da baxırıq ki, we olduğuna görə we-dən sonra was gələ bilməz. Doğru cavab Y. 16. Əz varsa adi dərəcə olmalıdır, A bəndi. 17 uzlaşma qaydasıdır. Of sözünüdür. Deməli sözündən əvvələ baxıram. Sex və feilim were. Deməli birinci doğrudur. Hər ikisi cəmdədir. İkincidə of yenə sözünüdür. Sözündən əvvələ baxıram. Sort. Feilim isə were cəmdədir. Sort tək, feilim cəm ola bilməz. 3-də feilim were. Mübtədam isə ismim isə sexdir. Hər ikisi də cəmdədir, düzdür. 4-cüdə of sözünüdür. Sözündən əvvələ baxıram sucks. Feilim isə wasdur. Yəni isim cəmdə, feil təkli ola bilməz, səhvdir. 1-3 C variantı. 18-də nöqtədən sonra colors varsa S-i çıxacam. Obyektdən sonra isim gəlməz. It's, yəni apostroflu olanda özündən sonra birbaşa isim gələ bilmir. Arada bir təyin edici işlənməlidir. Ya A-dır, ya da D-dir. Baxaq, indi tərcümə eləyək. Deyir ki, mən bu paltoların tərzini də bəyənmədim, amma deyir, onların rəngini bəyəndim. Yəni, paltolar sözü cəm olduğuna görə it's də ola bilməz, D bəndi olmalıdır. Cümlə quranda nobility and wisdom are perfect character traits. 20-də compound mürəkkəb isim istəyir. Shipbuilding, lifestyle, countryside. 3, 4, 6. Yox, 2, 4, 6. B. 21-də Caspian Sea, dəniz sulu şeylər Z ilə olur. İkincidə də world, Z ilə olmalıdır. Hər ikisi Z, Z. 22 isimlərin sırasını istəyir. Impolite sifət, tiny sifət.
Large sifət, strong sifət C variantı.